Öyrəndiyim bütün halva reseptlərini sizinlə paylaşacağım. 2 stakan şəkər tozuna 2 stakan su əlavə edib ocağa qoydum. Daha sonra şəkər tozu əriyənə kimi qarışdırdım. Rəngini dəyişsin deyə azca sarı köşk əlavə etdim. Qaynamağa başladıqdan sonra ocaqdan götürdüm. Daha sonra 2 stakan una, duz əlavə etdim. Sonra azca üzərinə su sərpdim, çünki umac edəcəm. Keçən səfərki halvamı umacsız etmişdim. Bu səfər umac edəcəm. Sadəcə fərqliliyi ondadır ki, həmişə umac edəndə süzgəcdən keçirdirdim, saxladırdım, qurudurdum, sonra qovurmağa başlayırdım. Amma bu səfər umac edən kimi də qovurmağa başlayacağım, süzgəcdən keçirtməyəcəm. Artıq burada umac etməyə başlayıram. Hardasa yarım saat su ilə unu umac etdim. Sonra qovurmağa başladım. Gözlətmədim qurumağını, elə də götürüb qovurmağa başladım. Bir də həmişə yağı belə əlavə edirdim. Bu səfər dağ edib, hardasa 200 qram yağı, kərə yağını ocaqda dağ etdim, sonra üzərinə əlavə etdim. Yarım saat qovurduqdan sonra tez eləmək olmaz, çünki elə unun tamı gəlir. Qovurduqdan sonra rəngini dəyişəndən sonra dağ etdiyim yağı üzərinə əlavə etdim. Əlavə etdikdən sonra da qovurdum. Rəngini dəyişib yağı üzərinə çıxana kimi təkrar qovurdum. Artıq burada görürsünüz, rəngi dəyişilib. Sonra üzərinə qoz əlavə etdim. Mən halvada qozu çox sevirəm. Hardasa 5-6 ədəd qozu xırda-xırda doğrayıb əlavə etdim. Rəngi dəyişəndən sonra yavaş-yavaş şərbətini əlavə etdim. Qatlaşana kimi ocaqda saxladım. Qatlaşandan sonra ocaqdan götürdüm. İnanın ki, dadı, rəngi, tamı çox super idi. Keçən səfərki halvamdansa bunu daha çox bəyəndim. Evdə edən hamıya nuş olsun.